yetim olan, mazlum olan insanlara sahib çıxmaq. Həqiqətən bu bəsitə alınacaq bir şey deyil. Necə bəsitə alına biləcək bir şey ola bilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yetimə sahib çıxan insanları cənnətdə özü ilə bu şəkildə bərabər olacağını bildirir. Yəni, məgər içimizdə elə bir insan varmı ki, desin, yox, mən Rasulullahla o qədər yaxın olmaq istəmirəm. Valla, mən Rasulullahla o qədər yaxın olmaq nə təmənnimdir, nə arzumdur, kimsə var, yoxdur. Yəni, hər kəs Rasulullah sallallahu aleyhi və səlləmlə bərabər olmaq istəyir. Allah Rasulü da onun yolunu bizə bildirir. Deməli, yetimlərə sahib çıxmaq, bu günləri, vallahi, bunu bəlkə də uzun illərdir müsəlman olan insanlar bilirlər. Hər il şövqümüz daha da qırılır. Hər il daha da biabırçı bir hala düşürük. Nə demək istəyirəm? Yəni, öncələri müsəlman insanlar, vallahi deyəndə ki, bu filankəs yetimdir, bunun atası yoxdur, bunun anası yoxdur, insanların qəlbləri sanki yerindən çıxacaqdır. Yəni, heç bir müsəlmanın, bir müsəlman toplumunun yanında sən deyə bilməzdin ki, falan yerdə falan uşaq var, yetimdir, ona sahib çıxmaq lazımdır. Və maşallah, stolda da hamıda 16-17 Pro Max olsun, düzdür? Allah, bizdə durumlar o deyil, bizim dərdlərimiz var, bizdə bir dəqiqə öz dərdlərimiz var, işlərimiz var. Allah şahiddir bu dedikmə ki, belə bir mənzərəni görmək mümkün deyildir. İnsanlar ən son o bateriyka çıxırdı əvvəllər, onları çıxardıb, nömrələrini çıxardıb bir kənara, əlində olan 20-30 manatlıq telefonlarını satırdılar ki, mümkün deyil. Yəni, mən bu telefonla evə gedə bilmərəm. Şahid olduğumuz şeylərdən birisi nə idi? İnsanlar ən son, yəni avtobusa verəcəyi pulu masanın üzərinə qoyurdu, mən evə yürüyərək getsəm mənə bir şey olmaz deyirdi. Baxırıq ki, günün keçdikcə, il keçdikcə, dünya hər tərəfdən bizi bürüdükcə, bu bizim üçün daha da ağırlaşmağa başladı. Amma bilmək lazım ki, bu dünya fanidir. Bu dünya gəldi gedərdi. Bizə qalan şey Allah Azza və Cəllənin rəhmətini cəlb etmək və Allah Azza və Cəllənin rəhmətini cəlb etməyin ən gözəl yollarından birisi də bu yetim insanlara sahib çıxmaqdır. Mazlum olan insanlara sahib çıxmaqdır. Necə Allah Azza və Cəllə buyurur ki, İnnə rəhmətəllahi qaribun minəl muhsinin. Həqiqətən Allahın rəhməti muhsin olanlara, yaxşılıq edənlərə Allahın rəhməti yaxındır, deyir Allah Azza və Cəllə. Biz ehtiyacımız var Allahın rəhmətinə, xüsusən Ramazanda. Və Allah Azza və Cəllə də deyir ki, yaxşılıq edənlərə mənim rəhmətim yaxındır. Deməli, üzərimizə düşən şey nədir? Ehtiyac sahibi insanları özümüz tapacağıq. Bugünkü müsəlmanların ən böyük rahatçılığı nədir? Ona bir xəbər gəlmədiyi müddətcə sanki müsəlmanların heç bir dərdi yoxdur, sanki müsəlmanların heç bir sıxıntısı yoxdur, xəbər gözləyir. Qardaş, ehtiyac sahibi bir insan var dediyin zaman, hə tamam, mən bir şeylər edim. Yox, qardaşım, yox. Sənin zaten bir dərdin olmalıdır. Sənin zaten bir problemin olmalıdır. Sən zaten sıxıntı içərisində olmalısan. Sən qapı-qapı özün gəzməlisən. İbn Qayyim rahimehullah deyir ki, şeyxim deyir, Şeyxülislam İbn Teymiyyə qəsd eləyir. Deyir ki, o deyir, hər səhər evdən çıxardı deyir. Qapı-qapı gəzib deyir, sıxıntıda olan insan axtarardı. Soruşanda ki, şeyx, niyə belə edirsən? Nədir sənin məqsədin, qayən? Deyir, çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, kim bu dünyadaykən bir müsəlmanın sıxıntısını ortadan qaldırsa, Allah da qiyamət günü onun sıxıntısını ortadan qaldıracaq. Mənimdir ehtiyacım böyük olacaq qiyamət günü ki, Allah mənə yardım etsin. İşte bu dünyada bu fürsətdir. Təsəvvür et ki, adam qapı-qapı düşür, sıxıntıda olan insan axtarır. Amma bu gün sıxıntıda olan insanlar bizə gəldiyi zaman biz şikayət edirik. Bu qədər də olmaz deyirik, bu qədər dərd olar. Baxırsan ki, insan Allahın ona göndərmiş olduğu rəhmət qapısından əlinin tərsi ilə itələyir, bir də deyinir. Bir də üzərinə nankorluq edir. Fəqət Allah bizi muvaffaq edib, Allah Azza və Cəllə bizə yardım edib. O sıxıntıda olan insanları Allah Azza və Cəllə bizə yönləndirib. Bizə düşən şey Allahın rəhmətini cəlb etmək istəyirsə, mütləq yaxşı əməllərdə yarışacağıq. Xeyir üzərində olan işlərdə nə edəcəyik? Xeyir olan işlərdə yarışacağıq. Bu günləri vallahi o uşaqlar ki var, onlar ki atalarından uzun illərdir ayrıdılar. Gedin onların gözlərinin içərisinə diqqətlə baxın, görəcəksiniz ki, onların içərisində elə bir qırğınlıq var ki, onların gözlərinin içərisində elə bir kədər var ki, yəni insan cürət edib, vallahi mən şəxsən cürət edib 10 saniyə, 20 saniyə onların gözünün içinə baxa bilmirəm. Yəni o gözün içinə baxmaq həqiqətən cürət tələb edir. O kədərlə, o qəm qüssə ilə sən onun gözünün içinə baxdıqdan sonra evə gəlib öz övladlarının şənlik içərisində oynadığını, öz övladlarının necə nankorluq etdiklərini, öz övladlarının necə meyvənin yarısını yeyib yarısına tulladıqlarını gördüyün zaman bir evdə də biriləri banan yeyəndə, xəstələnəndə biriləri ona banan gətirəndə sevinir. Xəstələnəndə biriləri ona meyvə gətirəndə sevinir. Yəni belə insanları görüb sonra öz yaşayışını, öz övladının yaşayışını görüb insan necə daralmaya bilər, necə sıxılmaya bilərsən? Bizə düşən şey mütləq, amma mütləq bu insanlara, bu mazlum olan insanlara, yetim olan insanlara sahib çıxmaqdır. Necə bir müsəlman öz övladı ilə, ailəsi ilə bərabər getdiyi zaman necə qəlbinə bir narahatçılıq gəlməz ki, mənim qonşumda olan falan adam var. İllərdir mənim qonşumda atasından uzaq, anasından uzaq, bəlkə də atasını illərdir görmür, bəlkə atasını aylardır görmür, bəlkə atasını dəmir barmaqlıqlar arxasında 3 aydan, 6 aydan, 1 ildən bir görür. Fəqət buna rəğmən mən bir dəfə gedib onun başına sığal çəkməmişəm. Məgər buna rəğmən mən bir dəfə olsun gedib onun əlindən tutub onu aparıb öz övladımı gəzdirdiyim kimi gəzdirməmişəm. Məgər bunların hesabı olmayacaq?
Hətta qardaşlardan biri danışır, deyir ki, biz deyir, bir günləri bir uşağı ziyarətə getdik. Deyir, uşaq qayıtı dedi ki, sən deyir, mənim atamın dostlarındansan. Dedim ki, bəli, mən sənin atanın dostlarındanam. Deyir, uşaq bizə deyir, elə bir dərs verdi ki, deyir, vallahi o gündür, bu gündür, deyir, özümə gəlməmişəm, deyir. Deyir, uşaq qayıt edir ki, bəs deyir, atam demişdi ki, mənə nəsə olsa mənim dostlarım sizi çox ziyarət edəcək, deyir. Təsəvvür edirsən? Bəs deyir, atam mənə, sən atamın madəm dostlarındansansa, bəs deyir, atam demişdi ki, mənə nəsə olsa, mənim dostlarım səni daha çox ziyarət edəcəklər, sizi daha çox ziyarət edəcəklər. Bu həqiqətən insanın içini dağlayan, yəni, məgər biz, yəni, bunun üzərində qardaş olmamışıq, yəni, məgər biz bir bədən ola bilməmişik, yəni, ona görə insan həqiqətən bu şeyi bədənində, canında hiss etməlidir və bu ruhu özümüzdə oyatmalıyıq. Yəni, bir əməl edədiyimiz zaman, özümüzə bir komfort həyat qurduğumuz zaman ətrafımızda olan insanları müşahidə edəcəyik. Yəni, oyaq olmaq lazımdır, oyaq. Yəni, yay gəlir, yayda sən maşallah evinə bir kaset gilası aparırsan, düzdür, bir kaset ərik aparırsan. O evinə gəldiyin kimi ən azından onu rahat yiyib, vicdanla yemək üçün ən azından düşünməlisən ki, bunu yeyə bilməyən mənim nə qədər müsəlman bacılarımın, qardaşlarımın övladları var. Sən yemə demirəm, lakin 70%-ni özün yeyəndə 30%-ni ondan apar. Ən azından başqa insanlar da datsınlar ki, ta ki sən onu yediyin zaman o vicdan, o içində olan narahatçılıq əgər qalıbsa da, Allahın rəhmətliklərini istisna edərək deyirəm, əgər qalıbsa da o da ən azından rahat olmuş olsun. Və dediyim kimi Ramazan ayında xüsusən bu uşaqlara, bu mazlumlara sahib çıxmaq, onları sevindirmək, bir-birimizə də xatırladacağıq. Burada olanlar olmayanlara, eşidənlər eşitməyənlərə, ta ki xeyirlərə nail olaq, ta ki o öncəki bir-birimizə olan qardaşlığımız, şöfqümüz yenidən bərpa olmuş olsun.